Azərbaycanda əldə sayılacaq qədər az qısa video çəkən blogerlər var. Rafinş, Hilal Əlizadə, İlkin Xəlil, Keşə Bakinski, İlçikili, Məhəmməd Əli Həsənov və başqaları. Unutduğum varsa yorumlar qisminə yaza bilərsiniz. Bu gün ən sevdiyim bloger üçlülərindən olan İlkin Xəlil, Hilal Əlizadə və Rafinşin videolarına baxacağıq. Hardasa hərəsindən 10 video seçmişəm, onlara baxacağıq. Əgər bu seriyanın davamı gəlmək istəyirsinizsə, aşağıdan bir dənə link atmağı unutmayın. Gələcək videoda hansı 3 blogerin videolarına baxmağımı istəyirsinizsə, onu da yorumlar qisminə yaza bilərsiniz. Etdik. İlk öncə Hilal Əlizadənin videosundan başlayaq. Nə yazıb? Görünüş önemli deyil deyənlərin minimum xarizması. Rafiş değildi ya. Rafiş diyor bu. Ha Rafiş'ti. Fosu Hilal paylaşım. Valla bunu ben özünün gəlməsini gözləyirdim. Qardaşım bir dənə fokus öyrənib. Gəl istəyirsən Fokus? göstərim sənə. Aha. Sən maksimum dominoda atış gələ bilərsən. Yox, sən öl maraqlı söhbətdir. Yaxşı göstər görək. Aha. Ruska. O məsələlər sən mənlə. Gördün də ruçkanı soxdun köynə evin içinə. Əslində bunlar hamısı sənin diqqətini yayındırmaq üçün idi. Kaşalok var. Gicəlinə qalmışıq da sən. Kaşokadan çıxadı. Pullarım anı. Oy zıbil. Oy zıbil. Yüzlüşlərə var. Oy zıbil. Cındır. Bəs deyirsən pulum yoxdur, borcumu qaytar da. Borcumu doğda var. Borcunuzu qaytarmayan dostlarınıza göndərin bunu uşaqlar. Bəzi xanımlar. Ay Laçıq, bu söhbətlər heç vaxt mənə maraqlı olmuyor. Amma bilmək istəyirəm ki, sən harda işləyirsən? Mən təzə düzəlmişəm işə. Hə, yəqin ki az maaş alırsan, hə? Yox, bizdə pis şirkət deyil. 4000-dən başlayır maaşlar. Tamam. 4000-dən başlayır, amma söz veriblər ki, karyer artımı olacaq da 10.000-ə kimi artım olmalıdır bizdə. Aha. Oy zıbil. Paralel də ki, mən öz xırda biznesim var, onu çalışıram inkişaf elətdirim. Düzdür, işlə biraz çətindir, amma yenə də oradan pasiv gəlir. Məncə ümumiyyətlə insan təkcə öz işindən asılı olmalıdır. Çünki bu dəqiqə elə bir dövrdür ki, tez-tez Ya yaxşı axırı göstərmədilər. lifti saxlayın da zəhmət olmasa. Nəyə görə sevicim yox? Çox sağ olun. Hayda, gör nə qəşəng qızdır. Davay özünü qoyun kimi aparma, nə sədin. Qız nə qardı oğlum? Məndə də Qız neçə telefondan deyir. Honor Magic 7 Pro. Nə mal adamsan ey sən? Telefon tərifləmə yeri idi. Tez bir dənə zarafat elə vəziyyəti düzəlt. Axşam boşsuz. Mən də bildim dolusuz. Ay göydən yağır. Sən nə zarafatçılsan. Oy zıbil. Şirin bal. O səs o qızdan çıxdı. Nə olsun bizim millət yenə tumanına kimi girov qoyub ən yeni iPhone 25 Pro alacaq. O bir dənə video var idi. Kasıblar o qədər işləyir, o qədər əziyyət çəkir, axırda gedib pulun hamısını iPhone-a verir. Və eynisi bizim millət. Qonaq getdiyim evdə yerdə Sən qoyasan şapalaq qulağının dibinə və yapışı divara da sən ol o uşaq. Gizli müdirimin bloknotuna baxıb onun necə uğur qazandığını öyrənmək istədim. You found some better place and I miss you. Nə yazılıb? Uğura gedən yol. Oyanmaq və narazılıq eləmək, səhər yeməyi, səhər yeməyində narazılıq, otağı bağlayıb divarda yatmaq. Nə? Evdəkənin üstünə qışqırmaq, ilanı boğmaq, ağlamaq yatmaq. Bütün siyah əlimizdədir uşaqlar, gedin tez varlı olun. Yalan dükkana getirəm, nəsə lazımdır qardaşım. Yox, çox sağ ol Vidadi, var olasan qardaş. Zəhmət çəkmə. Əşər dükkana gedirəm, nəsə lazımdır. Ay zıbbi. Onu deməyəcəkdim. Aha. Deməli 2 litr kola, bir dənə Aha. kalbasa götürərsən, o hazır doğranmış kalbasını, bir dənə də hazır doğranmış çörək götür, çipsi götür, suxarı götür. Pulu da ol. Pul yoxdur ki sənin. Pul balalayıram mən, xiyar. Və neçə dəfələr əşli mağaza gedirəm, nəsə istəsən deyəndə heç lazım olmasa belə dəxsiz şeylər deyirəm ki, gəlsin mən nəsə alsın gətirsin. Allah bir dəqiqə, sən bu sözü kimə deyirsən? Mən sözü attım, tutan tutdu, bura. Nə söz? Söz bunun başına çıx, okey? Nə söz çıxacaq içindən? Allah bir dəqiqə, sən bu sözü kimə deyirsən? Bu gözləmirdim valla. Bu video mənə nəsə tanış gəlir ya. Mən bu videonu görmüşdüm deyəsən. Nə vaxt idi bilmirəm amma deyəsən bu videonu görmüşdüm. Qol məşqindən sonra yorulmusan amma imtahana hazırlaşmalısan. Keşke mən də elə kaslarım olsaydı elə çalışardım bu kompüter editləyəndə. Kompüter editləyəndə nə idi video editləyəndə? Klaviaturamı göstərirəm, uşaqlar göstərəmirəm. Burdadır. Göstərə bilirmişəm ha. Toxu bayağı uzun imiş. Bax, mən bunu alanda elə bildim ki, RGB-dir, rəngləri yanıb sönür də, hər yeri RGB rəng. Sən deməsə sadəcə tənc rəngli. İşığı söndürsəm yaxşı görəsiz. Bax hələ. Burası yaşıldır, burası qırmızı, burası mavidir. Heç rəngi falan yanıb sönmür. Uzaq başı bunu eləyə bilir.
Söktardı. Bundan ibarətdir bu funksiyası. Bayağı hayal kırıklığına uğramıştım bunu alanda. Evet, bu sefer də keçsək Rafinşin videolarına. Rafinşin ümumi bir dənə uzun video çəkmişdim. Prosta YouTube əmi icazə vermədi onu yükləməyə. Təəssüf ki, işləyə bilmədim. Nəysə, bu səfər isə Rafinşin videolarına baxacağıq. 10-dan 15 dənə Rafinşin videolarına baxacağıq. Görəm də bu səhnə üçün. Aygün. İşdəndir, boş ver. Adboy niyə verdin ki? Götürəcəm, iş tapşıracaq. Nəyə lazımdır? Gəzək biraz. Nə yazır o sənə? Nə bilim, səs atır. Aç da aç, qulaq as. Açacağım, görəcək ki, girmişəm. Lazım deyil də. Rauf, mesajı aç. Güvənmirsən mənə? Mesajı aç, Rauf. Elə bilim deyəcək ki, WhatsApp-da girib görüldüyün falan bağlı elə çıxır oxu. Bax, sonra peşman olmayasan. Rauf. Of, yaxşı. Söndü telefon. Tez zaryatkaya qoy bunu. Ay bala, parkın ortasında harda zaryatka qoyun bunu? Yandı telefon. Aç. Burada qəşəng bir dənə powerbank reklamı girər deyə görürsüz, qaçırdınız ora. Rauf Bey, aviasiyasda istədiyiniz biletlər var. İstəyirsinizsə sizin yerimizə alaq. Çox sağ ol, Nərmin. Pox qoydun hər şeyin içinə. Ad günümdə sürpriz eləmək istədim. Niyə mənə güvənmirsən axı? Qısadı görüb qısqandım. Nərmin, ilişkidə güvən olmalıdır, amma sən mənə güvənmirsən. Mən belə Bəli, ilişki bəli. istəmirəm. Rapşi mən də istəmirəm. Yaxşı, Hüseyn kimdir bəs? Nə Hüseyin? Bax da telefona. Hə bu, yoldaşımdır da. Nə? Cərt? Bu nədir? La adam öz-özünə dartıra bildin. Aşkım ona bax, necə yazıq baxır, ac deyə. Bir ki ona da yemək alaq. Başqa nə istəyirsən? Mənə biraz pul verə bilərsiniz? Ehtiyacım var. Əlim var, qolum var, iş tap işdədir. Yəni də. Tapmaq olur ki. Aşkım. Niyə olmurdu? İşin də hazır. Başqa? Belə soyuq havalarda çöldə qalmaq çox çətindir. Kaş istəyim olardı. Aşkım. Evin, macəram da evə qədər. Qalmağa yerin də var. Başqa? Valla bir dənə də maşınım olsaydı, Oha! rahat işə gedib gələrdim. Aşkım. Aa, nə aşkımdan bırtdaşdan sən spesialisten heç maşın yoxdur. Aday maşının da oldu. Başqa nə istəyirsən? Başqa sənin can sağlıq. Aşkım. Nə oldu ha? Böyrəyimi də sənə verdim. Başqa nə istəyirsən? Bir dənə də belə sevgilim olsaydı, heç nə istəməzdim. Çığa gedək də gicləyir bu şey. Aşkım. Aşkım deməyindən bilməli olsun, burada nəsə bir problem olduğu. Eşitdim hoca yoldaşından dalaşmısan. Nəyinəz barışdınız? Bırat yaxınlaşdı mənə dedi ki, sən düz derdin. Mən səhv idim. Üzr istəyirəm. Ay qardaş, niyə heç kim mənə inanmır? Vallahi üzr istədi. Ay yalan demirəm mən. Dəli deyiləm mən. Burax məni. Mümkün deyil qardaş, elə bir şey olması mümkün deyildi. Yəni olma ehtimalı 0.00001%. 2004-2005. Bilməyənlər üçün deyim, o Uber müştəri tapanda Helenski bir dənə səs buraxır maşında. Ey bala, sən yenə oyun oynayırsan. Sənin yaşındakılar gör nələr eləyir. Həyatım Var. nə yaşım var? 20 yaşım var da. Hələ bütün həyatım qabaqdadır. Təbrik edirəm oğlum, xoşbaxt olasan, arzularına çatasan. Aynen 25 yaşım nə oldu mənim? Təzəlicə 20 yaşımı qeyd eləmirdik biz. Oğlum təbrik elə. Allah xoşbəxt eləsin. O Biz nə ara sevgili olduq? Mən niyə evlənirəm axı? Nə baş verir burada? Həyatım, görmürsən uşaq ağlayır, qaç get pampers al. Bu nə vaxt oldu axı? Biz nə ara bunu elədik? Nə durmusan? Gedirəm. Atasının Mastercard-a gedəkdə o yüzü büyük. Nəsə böyle lan. Sən necə belə tez böyüdün axı? Bu necə baş verir? Gedək oğlum, gedək. Hansı multfilmə baxırıq bala? Ata multfilm nə deyə? Gedək kinoya baxaq. O yüzü Ha, büyük. bu niyə belə olur axı? Gəl bala, gəl. Sən get mən indi gəlim. Qoy biraz dincəlim. Ha, bu niyə belə tez oldu axı? Mən nə yaşadım ki, bu vaxt niyə belə tez keçir? Vaxt uçur ya qardaş, vaxt uçur da həqiqətən. Tuta bilmirsən vaxtı. 2020-dən sonra belə oldu. Həqiqətən gözü açdın, yumdun 2020-dən sonra. 5 il keçib. Pandemiyanın üstündən 5 il keçib. Pandemiyanın girdiyi dövrdə. Şaşa bilirsən, 5 il. Ağlanmaz zərfasız. Deyir yaşlı qadına yol keçməyə kömək eləmək. Say poxu bro. Oba! Tərpəmə. Belə yaxşıdır. Feni gətirin. Xanım, əsas üzü parıldamasın. Belə tuta bilmirsən bunu? Fonu görmürəm. Səncə belə durum, yoxsa belə durum? Qardaşımsan, bir dənə də çəkə bilərsən. Kameranın 50 megapiksel özünü çəkərsən. Video çək. O yüzü bil. Abi bunu gördüm nə yadıma düşdü. Abi videonu çəkəndə, normalda videonu çəkəndə ekrana baxmaq lazım. Telefondan gəlirdə söhbət. Ekrana baxmaq lazım ki, video haran çəkir də, telefon haran çəkir. Ay bir dəfə haraydı. Ramalı vermişdim kameranı ki, video çəksin, hə. Elə bil mən də çəkirdim. Ramalı çəksin ki, belə birləşdirim də arada bir kesiş eləsin ki, bir ona bir mənə. Ramal bütün video boyu qarnını çəkmişdi. Bax belə gedirdim ha. Bax kamera telefon belə tutub, belə çəkirdi. Bütün ağzım boğazından çəkmişdi. Ay zibil. Onu qoya bilməyəcəm çünki sildim, direkt sildim. Yəni heç baxlası video deyildi də. Özüm görürəm ha. Ramal abi də. Nəysə, indi də keçdik İlkin Xəlilin videolarına görə. Elə İlkin Xəlil necə videolar çıxardı? Ha, sür görün qabağa.
Bunlara sürməyi kim öyrədir? Ha, sənə prova verirəm. Valla kim öğredir? Saxla görüm. Ha, sən korsan, sürə bilmirsən? Sənə kim öyrədib sürməyi? Ay, iki müəllim salam. Necəsiz? Necə gedir? Avtoşkolada müəllimim sizin yanınızdadır. Necə gedir işlər? Çoxdandır sizi görmürdüm, əlaqə saxlaya da bilmirdim. Yaxşısınız, salamatçılıqdır. Sen müəllimimi bu acırda uşaqlar bilip bilmeden danışmayın. Deyirik ve bu videonu keçin. Sən qardaş sana deyirəm, başın xarab olub. Mən yolladığım videonu təzədən niyə mən yolladım? Ay zibil. İndi telefon yadan çıxacaq hə? Dedim də. Bu arada bir şey mən maraqlıdır. Bu arada bunları məncə çox adam və hamı yaşır da. Yəni hamıda B12 çatışmamazlığı var yəni. Sevcimin məndən gözlədiyi performans. Yox ay qardaş, 2 əlin qanında da olsa zəngi açmasan, mesaja cavab verməsən. Mən başa düşmürəm, mən bilmirəm. Xüsusən yaxşı alınmadı elə bil. Və düzəlməz. Nə? Kommentini bəyəndi. Aa, bu video nə qəşəng bir şey, bundan mən də çəkəcəm. Nə? Pesiz ona? Dostum, oradan dala qayıtmalısan. Girmə ora məncə. Eynən. Düz elədin. Kişilik qurtuldu. 1%. Ay zibil, yox. Sən indi açılana qədər mağarada hiss eləyərsən. Hər dəfə evə gələndə bəzən çatdıra bilmədiyimiz olur, deyirik və bu videonun da burada sonuna gəlirik. Hansı bloqeyin videolarını ən çox sevdiyinizi yorumlar qisminə yazmayın. Yazmayın da, yorumlar qisminə yazın. Hilal Əlzadəmi, Rafinşmi, yoxsa İlkin Xəlilmi? Hər üçünün Instagram səhifəsini burada görürsünüz və açıqlamalar qismində də onların Instagram səhifələrini görəcəksiniz. Deyirik və gələcək videoda hansı bloqerlərin videolarına baxmağımı istəyirsinizsə, onu da yorumlar qisminə yazarsınız. Gələcək videoda görüşmək üzrə.